Yasamal rayonunda Mida yaşayış kompleksində təcili olaraq 2 otaqlı mənzil çox ucuz qiymətə satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Əvvəldə də bildirdiyim kimi yerləşir Yasamal rayonu Mida yaşayış kompleksində. Əvvəlcədən bildirim ki, Yasamal rayonu Mida yaşayış kompleksi yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən 3 saylı Asan xidmətin arxasında təxminən 500-600 metrlik məsafəsində yeni salınmış 34 binadan ibarət olan bir yaşayış kompleksidir. Bu kompleksin daxilində 2 məktəb, 2 bağça və bütün yaşayış obyektləri fəaliyyət göstərir və 9, 10 və 7B nömrəli avtobus xətlərinin sonuncu dayanacağı da Mida yaşayış kompleksinin daxilindədir. Təqdim etdiyim mənzildə yerləşir Mida yaşayış kompleksində yeni inşa olunmuş 9 mərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı, tam təmirli bir mənzildir ki, təcili olaraq satışa çıxarılıb. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Mənzil hal-hazırda 4%li dövlət ipotekasındadır. Mənzilin 3 ili tamam olunubdur. Nəyə görə 3 ili tamam olunubdur dedim? Ona görə ki, bildiyiniz kimi Mida yaşayış kompleksində 3 ili tamam olmamış mənzillərin alqı-satqısına icazə verilmir. Alqı-satqı etmək mümkündür sadəcə olaraq ilkin alqı-satqı müqaviləsi ilə. Videonu sona dək izləyin ki, aylıq ödənişi, bugünə olan borcu və tam alqı-satqı qiyməti ilə tanış ola biləsiniz. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Mida yaşayış kompleksində 9 mərtəbəli yeni inşa olunmuş binanın 2-ci mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı, tam təmirli, isitmə sistemi kombi olan bir mənzildir. Binanın da yerləşdiyi ərazi əvvəldə də bildirdiyim kimi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər məktəbə, bağçaya və 9, 10 və 7B nömrəli avtobus xətlərinin dayanacağına və sonuncu dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Bu mənzilin qiyməti 155 min manata deyilir. İpotekasını öz adına keçirmək istəyənlərə isə 40 min manat bugünə olan borcudur. Aylıq ödəniş isə 298 manatdır. Real alıcı olduğu təqdirdə aşağı yeri də mümkündür. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə.